bir məsələni qeyd eləyək ki, görkəmli alimlərdən olan Əllamə Əmininin bir əhvalatı ki var, onu qeyd eləyək. Bilirsiniz ki, Əl-Qədir kitabının müəllifidir. Orada da Qədirxumdan bəhs edir. Əllamə Əminiyə deyirlər ki, sən niyə bu qədər əziyyət çəkmisən? Axı bir dənə səhih hədis göstərərdin ki, ravi zəncirləri hamısı qüsursuz olsun və hər iki məzhəb, yəni həm Şiə məzhəbi, həm Əhl-i-Sünnə məzhəbi qəbul edən bir dənə səhih hədis göstərməyin kifayət eləyərdi. Bəs nəyə görə 100.000 kitab oxumusan və 100.000 kitabdan da 110 dənə fərqli mənbələrdən hədis çıxartmısan və hamısı da səhih hədis? Əllamə Əmini onlara bu cavabı verdi ki, mən bu işi görməyimdə bir məqsədim bu idi ki, məhz Qədirxumu inkar eləyən bilməlidir ki, o ancaq təəssübkeş olduğundan inkar eləyir. Yəni, onun Allah qarşısında axtarıb verə biləcək heç bir cavab və bəhanə yoxdur bu məsələdə. Çünki 110 dənə fərqli mənbələrdən, fərqli ravilərdən hədislər nəql olunub və hər biri də səhih hədislərdir ki, Əllamə Əmini bütün həyatını sərf eləyib və bu əsəri ortaya çıxardıbdır. İstəyənlər Əl-Qədir kitabına müraciət edə bilərlər.